Salam əziz izləyicilər, bugün sizlərlə Respublika Fənn Olimpiadalarının şəhər mərhələsinin 11-ci sinif suallarını müzakirə edəcəyik. Deməli, Qacarlar dövləti ilə bağlı düzgün fikirləri müəyyən edin. 20-ci əsrin əvvəllərində bütün Cənubi Qafqazın onlara qaytarılmasını tələb edirdilər. Müzəffərəddin Şahın dövründə konstitusiya qəbul olundu. Ərazisi 1-ci Dünya müharibəsi illərində Osmanlı və Rusiya arasında müharibə meydanına çevrildi. Seyid Cəfər Pişəvəri hərəkatı nəticəsində ərazisinin bir hissəsi müstəqilləşdi. Təbətəbayinin çevrilişi nəticəsində dövlət ingilislərdən asılı vəziyyətə düşdü. Deməli, 4-ü çıxırıq. 4-ü ona görə çıxırıq ki, Pəhləvilərin vaxtında olmuşdur. Pəhləvilərin vaxtında olduğu üçün 4-ü çıxırıq. Buna görə də B variantı da gedir, C variantı da gedir, E variantı da gedir. Ya qalır A variantı, ya da qalır D variantı. D-ni də ona görə çıxırıq ki, Təbətəbayının çevrilişi nəticəsində dövlət ingilislərdən asılı vəziyyətə düşmür. Əksinə, Rza xan hərbi nazir elan edilir. Ona görə də qalır A variantı. Osmanlı vəzirinə türkcə yazdığı məktubunda Osmanlılarla türkmanların eyni kökdən olduqlarını, Səfəvi torpaqlarının alicənab türkman xalqının irsi mülkü olduğunu yazmışdı. Bunu Nadir xan yazmışdır. Mənbə olaraq Nadir xanın yəni diplomatik yazışmalar toplusunu göstərə bilərəm. Yəni onu Google-dan PDF yükləyə bilərsiniz. Hansı ki, orada hətta Şah İsmayıl da tənqid eləmişdir ki, onun necə deyirlər, şiəlik siyasəti nəticəsində Türkman sultanlarının hakimiyyəti altında olan Şərq Anadolu ilə İraq itirilmişdir. Və məhz buna görə Nadir Şah İsmayılı qınamış və Osmanlılardan həmin əraziləri geri qaytarmasını istəmişdir. Rusiyada müvəqqəti hökumət və AXC-də ikinci hökumətin fəaliyyəti üçün oxşar cəhət. Bakı Xalq Komissarları Soveti ilə müharibə aparması AXC. Deməli, A-nı çıxırıq. Siyasi məhbuslara amnistiya elan edilməsi bu hər iki tərəf üçün keçərlidir. Yəni B-ni götürürük. Osmanlı dövləti ilə müqavilə imzalaması, AXC-nin ikinci hökuməti Osmanlılarla müqavilə imzalamayıbdır. Müvəqqəti hökumət də Osmanlılarla müqavilə imzalamayıb. Yəni Ərzincan barışığı deyiriksə, onda yəni xüsusi Cənubi Qafqaz komitəsi imzalamışdır ki, yəni bu da müvəqqəti hökumətə aid deyil. Yəni C-ni də çıxırıq. Müəssislər Məclisinə seçkilərin keçirilməsi Rusiyada 1918-də olmuşdur. Lakin AXC-də heç vaxt olmamışdır. Yəni planlaşdırmışdırlar. D-ni də çıxırıq. Müstəqilliyinin Paris konfransı tərəfindən tanınması bu 5-ci hökumətə aiddir. Yəni bu 5-ci hökumətə aid olduğu üçün yəni Rusiyanın buna bir dəxli yoxdur. Həm də ki, Rusiyanın müvəqqəti hökuməti Paris sülh konfransında iştirak eləməyib. Bolşeviklər də iştirak eləməmişdi. Yəni Bolşeviklər Uzağı Rapallo konfransında iştirak ediblər. Qalır B variantı. Gəncə xanlığının İrəvan xanlığı ilə oxşar Naxçıvan xanlığı ilə fərqli xüsusiyyətini müəyyən edin. Qarabağ xanlığından asılı vəziyyətə düşməsi. Deməli, bu demək olar ki, yəni Gəncə xanlığının İrəvan xanlığı ilə də oxşar cəhəti də Naxçıvan xanlığı ilə də. Amma bizdən istəyir ki, Naxçıvan xanlığından fərqli olsun, İrəvanla oxşar olsun. A-nı çıxırıq. 1-ci Rusiya-Qacar müharibəsi dövründə işğal olunması. Gəncə xanlığı 1-ci Rusiya-Qacarlar müharibəsindən əvvəl işğal edilmişdir. B-ni çıxırıq. Qacar tayfası tərəfindən idarə olunması.
İrəvan xanlığı da, Gəncə xanlığı da Qacarlar tayfası tərəfindən idarə edilmişdir. Lakin baxmayaraq ki, Naxçıvan xanlığını Qacarlar idarə eləməmişdir. Onu, yəni Qacarlar xanlığını, yəni Qacarlar İrəvandan Gəncəni idarə edəndə Naxçıvan xanlığını Kəngərli tayfası idarə eləmişdir. Ceyn götürürük. Şəki xanlığına qarşı qurulmuş ittifaqda iştirak eləməsi, hamısı iştirak eləmişdi. İrəvanda, Naxçıvanda, Gəncədə. Çuxursəd Bəylərbəyliyinin ərazisində meydana gəlməsi, Gəncə xanlığının ərazisi keçmiş Qarabağ Bəylərbəyliyinin ərazisində olmuşdur. Yəni İrəvanla Naxçıvan xanlığı Çuxursədə aid olmuşdur. Yəni E variantı da sayılmır. Qalır C variantı. 5-ə baxırıq. Hadisə nəticə əlaqəsini müəyyən edin. 1829-cu ildə məktəblər haqqında əsasnamənin verilməsi, Cənubi Qafqazda müsəlman məktəblərinin yaradılmağına başlaması. Bu səhvdir, çünki 1849-cu ildə olmuşdur. Çıxırıq. Əkinçi qəzetinin fəaliyyətə başlaması, ilk dəfə Azərbaycan milləti ifadəsinin gündəmə gəlməsi. Xeyr, əksinə bu kəşkülə aiddir. B-ni də çıxırıq. 1872-ci ildə əsasnamə verilməsi, Şimali Azərbaycanda qəza məktəblərinin 6 illik şəhər məktəblərinə çevrilməsi. Bu düzdür. Leyli və Məcnun adlı bədii filmin çəkilməsi, müsəlman dünyasında ilk bədii filmin ortaya çıxması. Xeyr, bu səhvdir, çünki Leyli və Məcnun ilk opera sayılır. Və ilk bədii filmimiz isə Neft və Milyonlar Səltənətində filmidir. D-ni də çıxırıq. Sərgüzəşti vəziri Xani Lənkəran əsərinin tamaşaya qoyulması, Cənubi Azərbaycanda milli teatrın əsasının qoyulması. Xeyr, bu Cənubi Azərbaycana aid deyil, Şimali Azərbaycana aiddir. Ona görə də E-ni də çıxırıq, qalır C variantı. 1603-cü ildə Şah 1-ci Abbas, 1730-cu ildə Nadir xan tərəfindən azad edilən Azərbaycan şəhəri. Gəncə 1605-də azad edilib, Qarabağ 1604-1605-də azad edilib. Quba daha sonra azad edilmişdir 1607-də. Gilan isə, yəni həmən vaxtı Səfəvlərə daxil idi. Ona görə də Gilan sayılmır. Qalır Təbriz. Ona görə də B variantını seçirik. Məntiqi ardıcılığı tamamlayın. Ağqoyunlu və Şirvanşahların Qızılbaşlara qarşı ittifaq qurması, Şahdağ döyüşündə Səfəvlərin məğlub olması. İndi burada cavab A variantı sayılır. Niyə A variantı sayılır? Ona görə ki, həmən vaxtı Yaqub Padşah Ərdəbilə qoşun yeritmiş, Ərdəbili tarmar eləmiş və Səfəvi nəslini zindana atmışdır, hansı ki, Şirazın İstəxri qalası idi. Deməli, İsmailin Qızılbaşlara rəhbərlik etməyə başlamağı bu Şəməsi döyüşünə aiddir. Rüstəm Mirzənin Ərdəbiliyə ələ keçirməsi, bu da Şəməsi döyüşünə aiddir. Şeyx Heydərin dostlarının İsmaili Lahıcanda gizlətməsi, bu da Şəməsidən sonraya aiddir. Sultan Əlinin Ərdəbildə hakimiyyətinin başa çatmağı, bu da Şəməsiyə aiddir. Qalır A variantı. Trukkilərin 3-cü minilliyin sonlarında Azərbaycanda mühüm siyasi qüvvəyə çevrilməsinə təsir göstərdi. Assur dövlətinin Babillə müharibə nəticəsində zəifləməsi, bu eramızdan əvvəl 7-ci əsrdir. İsket padşahının Midyat tərəfindən tabe edilməsi, eramızdan əvvəl 590. Akkad dövlətinin Kutilər tərəfindən süquta uğradılması, bunun Türkkilərə dəxli yoxdur.
Aratta dövlət qurumunun yaradılmasında iştirak etmələri, xeyr, belə bir şey yoxdur. Lubi və Kuti dövlət qurumlarının süquta uğraması, bəli, bu düzdür. Çünki həmən dövlət qurumları süquta uğradı deyə Su və Türkiyə tayfaları tarix səhnəsinə çıxmış və özlərini daha aydın ifadə eləməyə başlamışlardır. Otto von Bismarck'ın Avropada güc tarazlığını qorumaq üçün gördüyü tədbirlərdən deyil, İtaliyada vahid dövlətin yaradılmasına kömək göstərdi. Yəni belə bir şey olmamışdır. Çünki İtaliya artıq vahid dövlətdə birləşdirilmişdi onsuz da. Bismarck 1862-də kansler olanda İtaliya 1861-də vahid dövlət idi. Buna görə də biri götürürük. Biri götürürüksə B da gedir, C da gedir, E də gedir. 1877-ci ildə Rusiyanın Osmanlıya hücumunda Rusiyanı müdafiə etdi, xeyr. Berlin Konqresinin başlamağına səbəb məhz Rusiyanın Osmanlıya qarşı belə əzici qələbəsi olmuşdur. Yəni ki, Rusiyanın Balkanlarda nüfuzunun artmağından Almaniya ehtiyat elədiyi üçün Berlin Konqresi çağırıldı və Rusiya bir qədər təzyiq göstərildi həmin konqresdə. Ona görə ikini götürürük. Yəni Almaniya həmən vaxt Rusiyanın yox, Osmanlı'nın tərəfini tutmuşdur. Yəni bir növ siyasət işlətmişdir. Fransada Respublika rejimini dəstəklədi. Bəli, dəstəkləmişdir. Lakin bizdən aid olmayanı soruşduğu üçün 3 çıxırıq. Müxtəlif dövlətlərlə ittifaq qurdu. Bəli, İtaliya və Avstriya ilə ittifaq qurmuşdur. Buna görə də üçlər ittifaqı yaranmışdır. Ona görə də, yəni A variantını da çıxırıq, qalır D variantı. Baxırıq 10 suala. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Viyana Konqresi və Berlin Konqresi. Osmanlının ərazi bütövlüyü dövlətlər tərəfindən təminat altına alındı. Bu Parisə aiddir. A-nı çıxırıq. Böyük Britaniya bəzi əraziləri əldə etdi. Bəli, hər ikisinə aiddir. Kipr və Kap torpağı. Hətta Malta ilə Ceylon da daxil idi Viyanaya. Avstriya və Prusiya aparıcı rol oynayan dövlətlərdən idi. Bəli, bu düzdür. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Bəli, Viyanaya aiddir. Qars, Ərdan və Batum Rusiyaya ilhaq edildi. Bu da Berlinə aiddir. Deməli, 1 C-dır, 2E, 3B, qalır E variantı. Xronoloji ardıcılığı müəyyən edin. Şimali Amerika koloniyalarında azadlıq mübarizəsinin başlanması 1775. 1. Pavelin Rus qoşunlarını Cənubi Qafqazdan çıxarması 1796. Fransanın ilk dəfə respublika elan edilməsi 1792. Çində özünün təcrid siyasətinin başlanması 1750-ci illər. Yəni ki, 18-ci əsrin ortaları. 4, 3, deməli, variant 4, 1, 3 və 2-dir. 4, 1, 3, 2. Qalır A variantı. Buxara şəhərinə aid xüsusiyyətləri müəyyən edin. 999-cu ildə Qaraxanlılar tərəfindən ələ keçirildi, düzdür. 14-cü əsrin ikinci yarısında paytaxt şəhərə çevrildi, xeyr, Səmərqənddir. Çünki Səmərqənd həmən vaxtı Teymurilərin paytaxtı idi. Buxarada Teymurilərə daxil idi. Toxtamış xanın hücumuna məruz qalmışdır, düzdür.
Çünki Toxtamışxan xəyanət edərək Buxara və Səmərqəndə hücumlar təşkil etmişdir. Sərbərdarilər üsyanının əsas mərkəzi idi Səmərqənd. Yəni ki, Buxara həmən vaxtı Sərbədarilər üsyanının mərkəzi deyildi. Ona görə də qalır D variantı. 1-3. Avstriya Macarıstan imperiyasının parçalanması nəticəsində meydana gəlmişdir. 2 Avstriyadır. Yəni indi suala baxırıq ki, yəni elə dövlət olmalıdır ki, Avstriya Macarıstan imperiyasının parçalanması nəticəsində meydana gəlməsin. İkinci çıxırıq. 2-ni ona görə çıxırıq ki, Avstriya Macarıstan imperiyasının parçalanması nəticəsində yaranıb. A variantı, B variantı, D variantı gedir. 1 də çıxırıq. Çünki bir Macarıstandır. Yəni Avstriya Macarıstan imperiyası parçalananda Avstriya ilə Macarıstan dövlətləri onsuz da yarandılar. Ona görə də yəni 1 də çıxırıq. 1 çıxdığımız üçün E variantını da çıxırıq. Qalır 3, 4, 5. Yəni ki, Rumıniya, Almaniya və Polşa. Almaniya ilə Polşa ayrıca dövlət idi. Rumıniya da həmçinin. Ona görə C variantı qalır. Rusiyada təhkimçiliyin rəsmiləşdirilməsinin başa çatdığı ildə baş vermişdir. Rusiyada təhkimçilik 1649-cu ildə başa çatmışdır. Fransada burjua inqilabı başlamışdır 1789-da. İngiltərə Respublika elan edilib 1649. Müqəddəs Birliklə Osmanlı arasında müharibə 1684. Panipat döyüşü birincisi 1526, ikincisi 1761. Mancur sülaləsinin hakimiyyətinin başlanması bu da 1644-dür. Qalır B variantı. Xronoloji ardıcılığı müəyyən edin. Nəcəf şəhərinin Əfşarlara birləşdirilməsi 1746. Qəndiyarın Əfşarlara birləşməyi 38. Dehlinin Nadir Şah tərəfindən ələ keçirilməsi 39. Şeyx Mənsur üsyanı 1785. Yəni ki, cavab 2, 3, 1, 4-dür. E variantı. Qərb Hunlarının başçısı Tanrıxan Azərbaycanın şimalında möhkəmləndikdən sonra Anadoluya yürüş etmişdi. Variant A variantıdır. Çünki Alanları şərqə doğru sıxışdıran və Oskot kralını məğlub edən Balamirdir. Ona görə B ilə C çıxır. İlk dəfə olaraq Romanı mühasirəyə alan Attiladır. Qərbi Avropanın xeyli hissəsini Avropanın dövlətinə qatıb o da Attiladır. Hətta Avropanın dövlətinin tərkibinə qatanlar deyəndə Attiladan başqa Ulduz xan da, Qaradonlu xan da daxil idi. Hətta Rua da daxil idi. 8-ci əsrin birinci yarısında kral sarayının baş məmuru idi. Dövləti kralının adından idarə edirdi. Ərəb qoşunlarını məğlub etmişdi. Bunlar Karl Martelə aiddir. Təkcə bu kifayət edir ki, yəni doğru cavab Karl Martel olsun. Çünki Poitiers döyüşündə 732-ci ildə ərəblər məğlub edərək onların Avropaya irəliləməsinin qarşısını bir dəfəlik almışdır. Mənbəni oxuyun və müəllifini müəyyən edin. Şirvan hakimləri şahın xəzinəsinə istədikləri qədər pul göndərirlər. Bəzi hallarda bəylər mərkəzin göstərişi olmadan verginin miqdarı və həcmini artırırdılar. Bu Herberə aiddir. Çünki Kempferdə, Oliaridə, Şardendə
Della Valle də 17-ci əsr Səfəvi sarayında olmuşdurlar və bu deyilənlər Səfəvilərin zəiflədiyi dövrə aiddir. Qalan variantlarda şəxslər Səfəvilərin güclü vaxtlarında Səfəvi sarayında olmuşdurlar. Buna görə də, yəni həmən variantlar səhvdir. Qalır A variantı. Baxırıq 19-cu suala. Deməli, uyğunluğu müəyyən edin. Türkiyədən Mərkəziyyət Partiyası, Müsavat Partiyası və Difai Təşkilatı 1906-da yaradılan difaidir. 3A-dırsa A variantı gedir, C variantı gedir, D variantı gedir. Ya qalır B variantı, ya da qalır E variantı. Deməli, Müfsümov və Rəsulzadənin rəhbərliyi ilə yaradılıb Hümmət. Buna görə də B variantını çıxırıq. 1912-ci ildə proqram çap edilmişdi Müsavat Partiyası. Qeyrət Partiyasının siyasi proqramından çıxış edirdi. Türkiyədə Mərkəziyyət Partiyası üzvləri 1-ci Dünya müharibəsi illərində müstəqil Azərbaycan layihəsini hazırlamışdılar. Bu da difaiyə aiddir. Qalır B variantı. Baxırıq 20-ci suala. Gəncə xanlığının mövcudluğu dövründə baş verməmişdir. Yəni, elə hadisə olsun ki, Gəncə xanlığının mövcudluğu dövrünə düşməsin. 1847, 1804, yəni 1747-dən 1804-ə kimi hadisələr olmamalıdır. İbrahim Xəlil xan 1806-da öldürüldü. Şamaxı xanlığı işğal edildi 1805-də. Ləğv olunub 1820. Georgiyevsk imzalandı 1802. Sisyanov öldürüldü 1806. Qacar Suales devrildi 1925. Deməli, buradan 3-ü çıxırıq. Çünki Gəncə xanlığının mövcudluğuna düşür. A variantı gedir, C variantı gedir, D variantı gedir. İndi bu sualda bir qədər qarışıqlıq var. Çünki buna səbəb budur ki, yəni Şamaxı xanlığı 1805-in dekabrında işğal edilib. İbrahim Xəlil xan da yəni 1806-da öldürüldü. General Sisyanov da 1806-da öldürülüb. Qacarlar da devrilib 1925-də. Yəni bu 4 hadisənin 4-ü də Gəncə xanlığından çox-çox sonralar oldu. Sadəcə bir variantdır ki, o da Georgiyevsk müqaviləsidir ki, yəni Gəncə xanlığının mövcudluğu dövrünə düşür. Yəni cavab B variantı da ola bilər, E variantı da ola bilər. Əgər bəyəndinizsə kanala abunə ola bilərsiniz, videolarımı bəyənə bilərsiniz. Növbəti videolarda görüşənədək, əgər fikirləriniz varsa şərh bölməsində bildirə bilərsiniz. Sağ olun.